Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiren tayyiben mübarakan fihi. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Əziz qardaşlar, keçən dərsimizdə sizlərə müasir həmbəllərin gətirdiyi təvhid etiqadının batil olması haqqında danışdıq. Bir neçə məsələlər zikr etdik və o məsələlər açıq aydın şəkildə göstərir və dəlalət edir ki, təvhid əqidəsi mufavvidələrin etiqadı haqq ola bilməz. Bugünkü növbəti dərsimizdə sizlərə mufavvidələrin öz əqidələrinə dair gətirdiyi dəlildən danışacağıq. Yadda saxlayın. Mufavvidələr, yəni təvhid etiqadında olanlar öz əqidələrini iki əsasın yaxud iki dəlilin üzərində bina ediblər. İki şeyə görə bu əqidəyə sahib çıxıblar, yiyələniblər. İddia ediblər ki, Sələf-i Salih təvhid üzərində olub. Üçüncüsü yoxdur. İki şeyə əsasən. Bunlardan birincisi, Qur'anda keçən Əli İmran surəsində qeyd olunan ayədir, dəlilləri. İkincisi, sələflərdən olan nəqillərdir. Sələflərdən bizlərə varid olan nəqillərə əsasən deyiblər ki, təvhid əqidəsi haqdır. Dəlilləri ikidir. Əziz qardaşlar, bunu məndən yadda saxlayın. Bugünkü dərsimizdə birinci dəlillərinlə bağlı qeyd etdiyim Qur'anda keçən, Əli İmran surəsində keçən ayə ilə bağlı danışacağıq. Onlara rədd edəcəyik ki, sizin bu dəlil sizin dediyiniz əqidəyə xidmət etmir. Batilcəsinə bu ayəyə əsaslanıb özünüzə əqidə qurmusunuz. Və növbəti dərsimizdə inşallah ikinci dəlilləri barəsində danışacağıq. O da nə idi? Sələflərdən varid olan nəqillər. Qövm sələflərdən varid olan nəqilləri özlərinə xidmət edən kimi göstəriblər, qəbul ediblər. Və elə biliblər ki, sələf bu sözlərlə, nəqil edilən sözlərlə demək istəyib ki, haqq təvhid etiqadıdır. Əslində isə düz başa düşməyiblər. Sələflərin sözlərini batilcəsinə öz əqidələrinə xidmət etdiriblər. Növbəti dərsimizdə o barədə danışacağıq. Lakin bugünkü dərsimizdə inşallah birinci dəlilləri barəsində danışacağıq. Deməli, mufavvidələr öz əqidələrinə dair Qurandan ayə zikr ediblər. Və elə hesab ediblər ki, Əli İmran surəsində keçən ayə onların etiqadına xidmət edir. Əslində isə bu batildir. Baxın, keçən dərsimizdə də
dedik ki, təhvid nədir? Nususun zahiri murad deyil. Daha doğrusu, nususun zahiri mənası məchuldur. Bununla yanaşı ki, bu etiqadla yanaşı ki, zahiri murad deyil. Deməli, təhvid nədir? Nususun zahiri mənası məchuldur. Onun təvili var. O təvili Allahdan başqa heç kim bilmir. Bu təhvid etiqadıdır. Düzdür? Bunun üzərinə dəlil zikr ediblər. Dəlillərinə baxın. Allah subhanahu və teala Quranda deyir: وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللّٰهِ. Onun təvilini Allahdan başqa heç kim bilmir. Deyiblər, baxın, bu da bizim əqidə. Allah Quranda özü deyib ki, sifət ayələrinin təvili var və o təvili Allahdan başqa heç kim bilmir. Dayıb. Cavab olaraq, diqqətlə qulaq asın. Qövm neyniyib? Ayədə olan təviləhu sözündə olan damiri təviləhu, onun təvilini. Damiri qaytarıblar hara? Mə təşəbəhə minhu sözünə. Damiri qaytarıblar bu sözə. Yəni, sifət ayələri mütəşabihdir və onun təvilini Allahdan başqa heç kim bilmir. Bu ayə ilə bağlı, əziz qardaşlar, 3 müqəddimə deyiblər və 1 nəticə. 3 müqəddimə deyiblər, 3 müqəddimədən sonra bir nəticə alınıb. Diqqətlə qulaq asın. Birinci müqəddimədə deyiblər ki, ayədə olan Allah sözündə vaqf etmək vacibdir. وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللّٰهِ. Vaqf etməlisən. Vacibdir vaqf etmək, dayanmaq yəni. Onun təvilini Allahdan başqa heç kim bilmir. Burada dayanmalısan. Bu birinci müqəddimə. İkinci müqəddimə deyiblər ki, sifət ayələri mütəşabihdir. Sifət ayələri daxildir mütəşabih ayələrə. Onun təvilini heç kim bilmir. Üçüncü müqəddimə deyiblər ki, təvil sözündə وَمَا يَعْلَمُ تَأْوِيلَهُ təvil sözündə murad, ləfsi başqa mənaya dəyişməkdir. Yəni, bunlar, subhanallah, bu mütəəxxirlərin, sonradan gələn alimlərin təvil sözünə verdiyi tərifi deyiblər. Təvil yəni təhrif. Mütəəxxirlərin dediyi mənanı deyiblər. Qur'anın dediyi mənanı deməyiblər. İzah edəcəm, aydın olacaq inşallah. Deməli, bu 3 müqəddimədir. Belə olduğu halda nəticə nə olur? Diqqət edin, sifət ayələrinin mənası məchuldur, onun təvili var, o təvili Allahdan başqa heç kim bilmir. Vəssalam, əqidə hazırdır, əqidə düzəldi. Ona görə buna əsasən, bu ayəyə əsasən deyiblər ki, sifət ayələri ilə iştiqal etmək, məşğul olmaq olmaz, mənasızdır. Onu, sifət ayələrini təfsir etməyə çalışmaq, can atmaq, öyrənmək, bilmək, məşğul olmaq sifət ayələrindən mənasızdır, deyir. Heç bir mənası yoxdur. Qardaş, nəyə can atırsan, deyir. وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللّٰهِ. Onun təvilini Allahdan başqa heç kim bilmir. Nəyin üzərində çalışırsan? Ona görə də sifət ayələri ilə iştiqal etməyi mənasız sayıblar. Çünki onlara görə həmin o sifət ayələri ərəb dilinin bildiyi, lüğətin bildiyi məna deyil. Onun mənası var, amma Allahdan başqa heç kim bilmir onu. Nəyə çalışırsan, nəyin mənasını bilmək istəyirsən, nə ilə məşğul olursan? Yol yoxdur, nə edirsən sən? Belə deyiblər.
Lakin biz cavab olaraq deyirik ki, qövm, yəni müfavvidələr müqəddimənin üçündə də xətaya yol veriblər. Müqəddimənin üçündə də xətaya yol veriblər. Müqəddimənin üçü xətadırsa, batildirsə, alınan nəticə də batildir. Nəticəni o müqəddimənin üzərində qurublar. Müqəddimə belədirsə, nəticə bu olur. Müqəddimə batildirsə, nəticə də avtomatik batil olur. Deməli, birinci müqəddimələri dedik ki, vaqf etməyi, yəni dayanmağı, Allah sözündə dayanmağı vacib görüblər. Allah subhanahu və teala buyurur, وَمَا يَعْلَمُ تَعْوِيلَهُ إِلَّا اللّٰهِ Onun təvilini Allahdan başqa heç kim bilmir. Halbuki, əziz qardaşlar, təfsir alimlərinin bu ayə haqqında, yəni vaqf etmək haqqında iki görüşü var. Birinci görüşdə olan alimlər deyiblər ki, dayanmaq vacibdir. Bu görüş cümhur alimlərin görüşüdür. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah fətavasında bu görüşü cümhura nisbət edir. Bunlar deyiblər ki, ayənin bu yerində وَمَا يَعْلَمُ تَعْوِيلَهُ إِلَّا اللّٰهِ dayanmalısan. Vaqf etmək vacibdir. İkinci görüşdə olan alimlər deyiblər ki, vaslə ilə oxunur. Keçirsən. وَمَا يَعْلَمُ تَعْوِيلَهُ إِلَّا اللّٰهِ vaslə ilə وَالرَّاسِخُونَ فِي الْعِلْمِ və elmdə rasix olanlar. Onun təvilini Allah və elmdə rasix olanlar bilir. İmam Tabari rahimehullah öz təfsirində bu görüşü, ikinci görüşü deyənləri zikr edir. Yəni kimlər deyib? Buyurur ki, bu görüş İbn Abbasdan gəlib. İkinci görüş. Mücahiddən gəlib, Rabi ibn Ənəsdən gəlib və başqalarından orada təfsir kitabında zikr edir. Deməli, hər iki təfsir sələfdən məhfuzdur, mövcuddur. İkinci müqəddimə iddia ediblər ki, sifət ayələri mütəşabihdir. Buna cavab olaraq deyirik ki, diqqətlə qulaq asın. Vallahi, billahi, bu yalnız və yalnız mücərrəd iddiadır. Mücərrəd iddiadan başqa bir şey deyil. Nə? Sifət ayələri mütəşabih ayələrdir. İddiadan, mücərrəd iddiadan başqa bir şey deyil. İstənilən bu əqidə sahibinə, mufavvidələrə, təfvid edənlərə, əşarilərə istədiyi qədər möhlət veririk. Gedin, səhabələrdən, tabinlərdən, ətbəy tabinlərdən, 3 xeyirli nəsildən bir ədəd, demirəm 2 ədəd, bir ədəd dəlil gətirin, göstərin ki, səhabə, tabin, ətbəy tabin desin ki, Qur'anda Allahın zikr etdiyi sifət ayələri mütəşabih ayələrdir, mütəşabihə daxildir və onun mənasını Allahdan başqa heç kim bilmir. Bir ədəd rəvayət istəyirik. Bir ədəd. Biz deyirik ki, vallahi, billahi yoxdur. Əgər kimsə gətirə bilirsə, gətirib bizə göstərsin bu cürdə. Sifət ayələri mütəşabihə daxildir, onun təvilini Allahdan başqa heç kim bilmir. Yəni, sifətin mənası bilinmir. Ona görə də deyirik ki, mücərrəd iddiadan başqa bir şey deyil. Vəssalam. Cavabımız budur. Ona görə İbn Teymiyyə rahimehullah elmdə dərya olub. Sələfin əqidəsini mükəmməl bilənlərdən olub, səhabələrin, tabinlərin. Görün nə deyir? Rahimehullah. Fə inni mə a'ləmu an əhədin min sələfil ümmə. Mən deyir, ümmətin sələfilərindən tanımıram. Bir nəfər tanımıram deyir. Və lə minəl əimmə. Həmçinin bir nəfər imam, əimmələrdən. Lə Əhməd ibn Həmbəl və lə qeyrihi. Nə Əhməd ibn Həmbəl olsun, nə də qeyrisi olsun. Tanımıram ki, desin ki, ənəhu cəalə zəlikə minəl mütəşabih əd-daxil fi hədihil əyə. Sifət ayələrini mütəşabih edib ayəyə daxil etsin. Yoxdur deyir, tanımıram deyir. Əgər sən
bacarırsansa, gücün çatırsa, bu sözü sahabələrə nisbət elə, tabinlərə nisbət elə, 3 xeyirli nəsildən gətir, sübut elə. O sonradan çıxan 4-cü yüzillikdə, hər şey qarışandan sonra, kəlam dinə daxil olandan sonra, əqidələrə təhrif girəndən sonra, o alimlər ki var, kəlam elmindən təsirləniblər, onların sözlərindən yox, biri gətirib deyə bilər ki, filan kəs belə deyir, nə bilim, filan kəs belə deyirlər axı, ölürlər alimlərin söz. Qardaş, Allahın zatı barəsində, sifətlər barəsində söhbət edirsən, mənə kiminsə onun bunun sözünü gətirib öz əqidəni gücləndirə bilmərsən. Gətir, görsət. 3 xeyirli nəsildən ki, sifət ayələri mütəşabihdir və mənası bilinmir. Mütəşabih bu da axı, mənası bilinmir. Onun təvilini Allahdan başqa heç kim bilmir. Gətir görək bunu kim deyib. Ona görə biz deyirik ki, mücərrəd iddiadan başqa bir şey deyil. Bundan əlavə, bu qövm iddia edir ki, ayədə olan mütəşabih mütləq mütəşabihdir. Yəni,ğumud mənasındadır. Yəni, onun mənası bilinmir, mütləq olaraq. Allahdan başqa o ayənin mənasını bilən yoxdur. Yəni, mütləq mənada mütəşabihdir,ğumuddur mənası. Və biz buna cavab olaraq deyirik ki, bu şək yoxdur ki, batildir, bunu demək cinayətdir. Niyə? Çünki Allahın kitabında elə bir ayə yoxdur ki, onun mənası bilinməsin. Heç kim Allahın kitabından gətirib göstərə bilməz ki, bax Rəşad qardaş, bu ayə var, bunun mənası bilinmir. Allahdan başqa heç kim bilmir. Allahın kitabında, Quran-ı Kərimdə belə ayə yoxdur. Onların dediyinə görə isə belə ayə yoxdur, yox, belə ayə yüzlərləndir. Sifət ayələri daxı. Mənasını Allahdan başqa heç kim bilmir. Görün, nə iddia edirlər. Quranda ən əzəmətli, ən şərəfli, ən dəyərli olan elm, Allahın zatı barəsində olan elm, mənası bilinmir.Ğumud, mütləq mütəşabihdir. Mənasına çatmağa yolu yoxdur. Bunlar bunu deyirlər, bunlar bunu iddia edirlər. Yaxşı, bəs biri gəlib deyə bilər ki, Rəşad qardaş, deyirsən ki, Quranda elə bir ayə yoxdur ki, onun mənası bilinməsin. Düzdür, biz bunu iddia edirik. Biri gəlib sənə deyə bilər ki, bu zındıq əşarilərdən, nə bilim, bu cəhmilərin töküntülərindən, yaxud hər hansı bir cahil insan gəlib deyə bilər ki, bəs Rəşad qardaş, əgər elədirsə, Quranda olan surələrin əvvəlində olan hərflərin mənası nədir? Deyə bilər də, insandır, deyirlər də. Töküntülər, o Cəhmi Safvanın töküntüləri deyirlər bunu. Bəs deyirsən, Quranda mənası bilinməyən ayə yoxdur. Bu surələrin əvvəlində olan Tahə, Yasin, Həmim, Əlif, Ləm, Mim, nə bilim, bu hərflər surələrin əvvəlində keçən. Nədir bunun mənası? Deyə bilərsən mənasını. Sən də qalırsan belə, bəs deyirsən ki, Quranda bilinməyən məna yoxdur. Yəni, elə bir şey yoxdur ki, bilinməsin. Biz cavab olaraq deyirik ki, qardaşım, hərflərdən məna tələb edilmir. Bu, tək ərəb dilində deyil. Hərfdən məna istənilmir, məna tələb edilmir. Bu, bütün dillərdə bu cürdür, bütün lüğətlərdə bu cürdür, tək ərəb dilində yox. İngilis dilində, alman dilində, heç bir dildə yoxdur ki, sən gəlib deyəsən ki, məsələn, B hərfinin mənası nədir? Məsələn, biri gəlib sənə deyir ki, yaxud mən sənə deyirəm ki, qardaş, A hərfinin mənası nədir? S hərfinin mənası nədir? İ hərfinin mənası nədir? Nə bilim, O hərfinin mənası nədir? Hərflərdən məna tələb edilmir, istənilmir. Məna, qardaşım, bütün ağıllı insanlara görə məna
hərflərdən düzələn kəlamdan tələb edilir, sözdən tələb edilir. Söz nədən düzəlir? Hərflərlə, düzdür? Hərflər düzəlir, olur söz. O sözdən kəlam olur. Sözdən məna tələb edilir. Bu sözün mənası nədir? Bu başqa şeydir. Amma sən gəlib mənə deyirsən ki, bu hərfin mənası nədir? Yə hərfinin, sin hərfinin, yəsin. O hərfdir. Kəf, hə, yə, ayn, sad, bunlar hərflərdir. Sənin gəlib məndən hərflərdə olan mənanı tələb etməyin ağılsızlıqdır, cahillikdir. Hərfdən məna tələb edilmir. Cavabımız budur. Bizim dediyimiz başqa şeydir, sənin tələb etdiyin başqa şeydir. Biz deyirik ki, Quranda elə bir ayə, məna, söz Allah nazil etsin. Allahın kəlamı söz olaraq. Ola bilməz ki, onun mənası olmasın. Quranda belə ayə yoxdur. Sən gəlib deyirsən ki, da hərfinin mənası nədir? Qardaş, ta hərfdir. Hərfdən məna tələb edilmir. Sən uzağı deyə bilərsən ki, Rəşad qardaş, o Quranın əvvəlində olan hərflər nədir, nə üçündür, nə deməkdir? Hikmət nədir orada? Allah subhanahu və teala Quranın əvvəlində olan, surələrin əvvəlində bu ayələri, bu hərfləri deyib. Uzağı sən bunu soruşa bilərsən, bunu soruşmağa haqqın var. Amma o hərflərdən mənanı soruşa bilməzsən. Çünki hərfdən məna tələb edilmir. Bunu soruşursansa, bu artıq tam başqa bir mövzudur. Bizim bu barədə geniş dərsimiz var. Kim istəsə qayıda bilər. Həmçinin kim istəsə İmam İbn Qayyim rahimehullah özünün yazdığı Tibyan kitabında bu barədə gözəl danışanlardandır. Hikməti nədir? Surələrin əvvəlində olan o hərflər, Yasin, Tahə, Əlif, Ləm, Ra, Hə, Mim, bunların mənası nədir? Daha doğrusu, bunlar nə üçündür? Hikmət nədir? Allah subhanahu və teala surələrin əvvəlində bu hərfləri deməsində. Bu artıq başqa bir mövzudur. Kim istəsə İbn Qayyimin Tibyan kitabına baxa bilər. Başqa bir məsələ. Biri soruşa bilər ki, Rəşad qardaş, ayədə qeyd olunan mütəşabih ayələr nə deməkdir? Nədir mütəşabih ayə? Biz deyirik ki, ayədə qeyd olunan mütəşabih ayələr, yəni Quranda qeyd olunan mütəşabih ayələr, mütəşabih nisbidir. Yəni, müəyyən vaxtlarda müəyyən insanlara qaranlıq qala bilər. Mütəşabih, təşabuh, ayələrdə olan təşabuh, mütəşabihlik, nisbi mütəşabihdir. Ola bilər ki, müəyyən vaxtlarda müəyyən insanlara qaranlıq qalsın. Ola bilər ki, hər hansısa bir ayə, məsələn, mənə mütəşabih olsun, üstü örtülüdür, qaranlıqdır, ilk baxışdan başa düşə bilməyim, anlamayım, mütəşabih ayədir. Təfsilat istəyir, baxmaq istəyir, öyrənmək istəyir. Ola bilər ki, mənə görə hər hansı bir ayə mütəşabih olsun, amma sənə görə o ayə mütəşabih olmasın. Yəni, mütəşabihlik nisbidir. Məsələn, mənə görə bir ayə mütəşabihdirsə, mən onu öyrəndim, bildim, araşdırdım. Ondan sonra o mütəşabihlik aradan qalxdı. Yəni, xülasə, bu məsələni çox uzatmayım. Mümkün deyil ki, Quranda elə bir ayə olsun ki, onun mənası bilinməsin. Ayənin mənası, bütün ayələrin mənası var, bilinir, lakin kimlərəsə görə gizli qala bilər. Elmdə rasix olanlar, alimlər o mənanı hamısını bilirlər. Necə ki, İmam Səhabə İbn Abbas radiyallahu anhumə deyir ki, mən o mütəşabih ayələri bilənlərdənəm. Bu barədə danışacağım inşallah. Bundan əlavə, bu qövüm, diqqətlə qulaq asın, burasına diqqətlə qulaq asın. Bu qövüm iddia edir ki, sifət ayələri, Quranda olan sifət ayələri mütəşabihdir. Düzdür? Biz deyirik ki, qardaşım,
Nəyə görə tək sifət ayələri mütəşabihdir? Nəyə görə digər ayələr mütəşabih deyil? Məhz sifət ayələri mütəşabihdir. Niyə? Nə olub sənə? Hansı dabitlə, hansı əsasla, hansı üsulla, hansı fərqlə? Nəyə əsasən dedin ki, Quranda olan sifət ayələri mütəşabihdir? Onun təvili var. Onun təvilini də Allahdan başqa heç kim bilmir. Mən də deyirəm ki, əhkam ayələri mütəşabihdir. Təvili var, o təvili Allahdan başqa heç kim bilmir. Quranda olan əhkam ayələri, nə bilim, hüdud ayələri, o qədər namazla, orucdan, əhkamlarla bağlı olan ayələrə mən də gəlib deyirəm ki, bu ayələr, qardaş, oxuyursunuz mütəşabihdir, ha? Onun təvili var, o əhkam ayələrinin. Və o təvili Allahdan başqa heç kim bilmir. Niyə bu ayələr mütəşabih deyil, məhz sifət ayələri mütəşabihdir? Maraqlıdır mənə şəxsən. Buna cavab vermək lazımdır, qardaş. Sifət ayələrini mütəşabih ayə daxil ediblər. Və deyiblər ki, mənasını Allahdan başqa heç kim bilmir. Mən də deyirəm ki, əhkam ayələri mütəşabihdir. Hansı dabitlə, hansı üsulla, hansı əsasla, hansı təfriqlə, yəni nəyə əsasən, nə var sənin əlində ki, onunla fərqləndirirsən, bu ayə mütəşabihdir, bu ayə mütəşabih deyil. Yəni, biri də gəlib deyə bilər ki, əhkam ayələri mütəşabihdir. Sən nə deyəcəksən ona? Deyirəm ki, əhkam ayələri mütəşabihdir, onun təvilini Allahdan başqa heç kim bilmir. Sən mənə nə deyəcəksən, qoymayacaqsan? Sən sifət ayələrinə deyirsən, o birisi də başqa ayələrə deyir. Bu, ikinci müqəddimə ilə bağlı olan məsələ idi. Üçüncü müqəddimələri dedik ki, iddiaları təvillə bağlıdır. Və mə ya'ləmu təviləhu, onun təvilini, təvil sözü. Burada deşiblər. Təvil sözünü görün nə ediblər? Subhanallahil azim. Təvil edənlər deyiblər, daha doğrusu təfvid edənlər, mufavvidələr deyiblər ki, ayədə qeyd olunan təvil sözü zahiri mənasından başqa mənaya ihmal etməkdir. Təvil, yəni zahiri mənasından başqa digər bir məna. Zahiri mənası yox, başqa bir məna. Yəni ayənin başqa bir mənası var, o zahiri deyil, zahiri olan məna deyil. Başqa bir mənası var, onu Allahdan başqa heç kim bilmir. Yəni ləfz zahirindən hansı mənaya sərf edilir, yəni təvil edilir, hansı mənaya təvil edilir, onu Allahdan başqa heç kim bilmir. Biz deyirik ki, bu müqəddimələrinə bu batildir. Niyə batildir? Əziz qardaşlar, bütün alimlər icma ediblər ki, Qur'anın mənalarını sonradan çıxan mənalara, istilahlara daha doğrusu, ihmal etmək batildir. Burada heç kim ixtilaf etməyib. Bütün alimlər ittifaq ediblər ki, Qur'anın mənalarını, Qur'anda olan sözlərin mənasını sonradan çıxan mənalara, yəni Qur'anın bilmədiyi, ərəb dilinin bilmədiyi mənalara yönətmək, ihmal etmək batil də olmaz. Bu mufavvidələr mütəaxirlərin təvilini başa düşüblər. Və mə ya'ləmu təviləhu, onun təvilini heç kim bilmir. Təvilini, yəni başqa mənasını mütəaxirlərin dediyi mənada başa düşüblər. Təfsir ediblər, izah ediblər. Onların istilahında olan təvil, yəni təhrif. Bizim üzərimizə düşən odur ki, Qur'anda olan ləfzləri ərəb dilinin lüğəti çərçivəsində başa düşək. Sonradan çıxan istilahlarla Qur'anın mənasını başa düşmək olmaz, haramdır. Bütün alimlər bunun üzərində icma ediblər, ittifaq ediblər. Qur'an nazil olan vaxt səhabələr Qur'an ayələrini ərəb dilinin lüğətində başa düşürdülər. Vəssalam. Xülasə, demək istədiyim odur ki, Qur'anda olan sözləri sonradan çıxan istilahlarla başa düşmək haramdır. İndi siz baxın. Sonradan çıxan istilahlar
Qur'anı başa düşsək, görün nə baş verir. Məsələn, biri gəlib deyir ki, Rəşad qardaş, Qur'anda maşın sözü var. Allah Teala Qur'anda deyir ki, وَجَاءَتْ سَيَّارَةٌ maşın gəldi. Seyyaratun, seyyara maşındır. Sonradan çıxan o istilahlarla başa düşsək, seyyara maşındır. Əslində isə biz deyirik ki, qardaşım, bəs dediyək olmaz, haramdır, bütün alimlər icma ediblər. Seyyaratun müsafirlər mənasındadır. Yəni, ərəblər müsafirləri seyyara adlandırırdılar. Yəni, bir toplum cəmaat səfərə gedəndə seyyara deyirdilər. Yəni, seyr sözündən idi. Qur'anı sən ərəb dilinin lüğəti mənasında başa düşməlisən. Sahabələrə nazil olanda necə başa düşüblər? Elə də başa düşməlisən. Sonradan çıxan istilahlarla başa düşmək haramdır. Sözümün canı nədir, əziz qardaşlar? Biz baxmalıyıq ki, Qur'anda olan təvil nə mənadadır? Yəni, ərəb dilində təvil sözünün mənası nədir? Bunların dediyi kimidir, sözün başqa mənası, zahiri mənası yox, başqa məna vermək. Məsələn, istivanı təvil ediblər. Neyiniblər? İstəvlə. Əli qüdrət ediblər, neymət ediblər. Yəni, olduğu mənadan başqa bir mənaya sərf etmək. Onlar təvil sözünü bunu bilirlər. Mütəəxirlərin, sonradan gələn alimlərinin dediyi istilah. Təhrif yəni, ayəni təhrif etmək. Bunlar təvili bu cür bilirlər. Amma əslində Qur'anda olan təvil sözü biz baxanda görürük ki, ərəblərdə təvil sözü təfsir mənasındadır. Ərəblər deyəndə ki, filan şeyin təvili, yəni onun təfsiri, izahı, bəyanı. Ərəblərdə təvil budur. Allah subhanahu və teala buyurur, Rabbi, qad əteytəni minəl mulki və əlləmtəni min təvilil əhədis. Ey Rəbbim, sən mənə mülk verdin və mənə yuxularımın təfsirini öyrətdin, təvilini öyrətdin. Təvilini yəni, fikir verin, və əlləmtəni, mənə öyrətdin. Nəyi? Min təvilil əhədis. Yuxularımın təvilini, yəni izahını, təfsirini öyrətdin. Yaxud Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir sahabə üçün, deyirdi ki, Allahümə fəqqihhu fid-din və əllimhu ət-təvil. Allahım onu dində fəqih et və ona təvili öyrət. Və əllimhu ət-təvil. Təvili ona öyrət. Yəni, onu dində fəqih et, təfsiri öyrət ona. Təvili öyrət, yəni təfsiri öyrət. Ona görə, məsələn, təfsir alimlər belə başa düşürlər. Hamısı bu cür bilirlər. Ərəblərdə bu cürdür. Təvil, yəni təfsir. İbn Cərir Ət-Tabari rahimehullah öz təfsirində belə deyir. Bu ayənin təvili budur ki, fikir ver, bütün ayələrə gəlib çatır. Deyir ki, bu ayənin təvili budur ki, budur. Təvili yəni təfsiri. Bu ayənin təvili, yəni təfsiri. Bu ayənin təvili isə, yəni təfsiri isə budur. Digər ayənin, o birisi ayənin təvili budur, yəni təfsiri budur. Təvil, təfsir mənasındadır. Yaxud, ərəb dilində təvil sözü, məsələn, Qur'anda həqiqət mənasında gəlir. Yaxud aqibət mənasında. Yəni, bunların dediyi mənada yoxdur. Məsələn, Allah subhanahu və teala deyir, Həl yanduruna illə təviləhu. Yoxsa kafirlər onun təvilini mi gözləyir? Yəni, aqibətini gözləyirlər. Yevmə yəti təviluhu. O gün onun təvili gələcək. Yəni, həqiqət bilinəcək. Həqiqət bilinəcək. Təvili, yəni, onun özü, həqiqəti. Hamısına şahid olacaqlar. Təvilini biləcəklər, həqiqətini, özünü. Xülasə, bunların hamısından bilinir ki, qövmün gətirdiyi birinci, ikinci və üçüncü müqəddimə batildir. Üçü də batildir müqəddimələrin. Belə olduğu halda nəticə də batildir. Və sonda bir
məsələni qeyd edim. Yuxarıda qeyd etdiyim ayə ilə bağlı Vaqfdan oxuyub sələflər, Vasilə ilə oxuyublar. Biri soruşa bilər, onu da qeyd edim, soruşa bilərlər. Yuxarıda qeyd etdik ki, sələf həm Vaqfla oxuyub, dayanmağı vacib, dayanmaqla oxuyublar. وَمَا يَعْلَمُ تَعْوِيلَهُ إِلَّا اللّٰهِ həm də Vasillə oxuyublar. Vasillə oxuyublar. Biri gəlib deyə bilər ki, yaxud məsələn, zahirən baxanda, belə zahirən baxırsan ki, iki qövl arasında belə də oxuyublar, belə də oxuyublar. Zahirən baxırsan ki, aralarında təarud var. Bir-birinə zid var. Belə də oxuyublar, belə də oxuyublar. Bu necə olur? Əslində təarud yoxdur. Heç bir işgəl, problem yoxdur. Düzgün başa düşənlər üçün ayələrin arasında heç vaxt təarud ola bilməz. Yadda saxlayın, əziz qardaşlar, bunu da deyirəm, bugünkü dərsimizi yekunlaşdırıram. Bu ixtilafın səbəbi, yəni Vaqfdan oxumaq, Vasillə oxumaq, bu ixtilafın səbəbi qayıdır ayədə keçən təvil sözünün mənasına. Biz dedik, ərəb dilində təvil bir neçə mənada işlənib. Var təfsir mənasında, var məsələn həqiqət mənasında. Düzdür? Ərəblərdə təvil bu cür işlənir. Mənası odur. Ərəb dilində təvil sözünün mənası bir deyil. Ona görə də bu ixtilafın səbəbi qayıdır təvil sözünün mənasına. Vaqfı, dayanmağı, yəni vacib görənlər deyiblər ki, təvil sözündə murad həqiqətdir. Qeybi məsələlərin həqiqəti. Təvil sözündə, qardaş, bu təvil sözündə deyiblər ki, murad həqiqətdir. Onun təvilini, yəni onun həqiqətini, necə olduğunu. Və bu da şək yoxdur ki, təvil sözündə murad, bu da şək yoxdur ki, Allahdan başqa heç kim bilmir. Ona görə də vaqfla oxumağı vacib sayırlar. Yəni, onun təvilini Allahdan başqa heç kim bilmir. Burada deyiblər ki, təvil həqiqət mənasındadır. Həqiqət mənasında olduğu üçün vaqfla oxumağı vacib görüblər. Ayəni Vasilə ilə oxuyanlar deyiblər ki, təvil sözündə murad təfsir və bəyan mənasındadır. Yəni, lüğətin dəlalət etdiyi mənanı bilməkdir. Təvilini, yəni təfsirini. Və elmdə rasix olanlar ayələrin təfsirini və mənasını bilirlər. Bunda şək yoxdur. Ona görə İbn Abbas deyir ki, Ənə mimmən ya'ləmu tə'viləhu. Mən o ayələrin təvilini bilənlərdənəm. Ona görə də Vasilə ilə oxumağı icazəli görüblər və beləliklə işgəl aradan qalxır, yəni heç bir ziddiyyət yoxdur. Xülasə, təvil sözünə qayıdır ixtilaf, təvil sözündə həqiqət mənasında bilənlər vaqfı vacib sayıblar, doğrudan da onun həqiqətini Allahdan başqa heç kim bilmir. Allah subhanahu və tealənin sifətlərinin keyfiyyətini, həqiqətini, necəliyini ondan başqa heç kim bilmir. Yaxud qiyamətlə bağlı olan məsələlər, qeybi məsələlərin həqiqəti, onu Allahdan başqa heç kim bilmir. Dayanmalısan orada. Sən təvil sözünü bu mənada başa düşürsənsə, vaqf etmək vacibdir. Qeybi məsələlərin həqiqətini, təvilini, yəni həqiqətini Allahdan başqa heç kim bilmir. Onlar təvil sözünü bunu biliblər deyə vaqf etməyi vacib görüblər. Cümhur alimlər də bu cür oxuyublar. Vasilə ilə oxuyanlar da deyiblər ki, təvil təfsir mənasındadır. Ona görə وَالرَّاسِخُونَ فِي الْعِلْمِ Allah və elmdə rasix olanlar bilir onu. Bu da təfsir mənasındadır. Təbii ki, elmdə rasix olanlar onun mənalarını bilirlər. Belə hesab edirəm ki, başa sala bildim. Allahdan istəyirəm ki, dinləyənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed.